Qorxudan. Rəşid müəllim, bəs düzdür, bəzi şeylər dəyişdi, Sovet hökuməti dağıldı, amma indiki dövrdə də bəzi məmurlarımız mən öz işimdən yola çıxaraq Bəli. deyirəm ki, gənclərə heç bir şəkildə dəstək olmurlar. Məsələn, gənclərə bir şəkildə dəstək olsalar, biz Bəli. çox ciddi vergilər verərik, Bəli. daha cəmiyyəti tərəqqiyə apararıq. Mən düşünürəm ki, bu bəzi kiçik və ya böyük məmurların müstəmləkə beynində hələ də qalmağıdır. Tamamdır, nə gözəl dedin. Özün öz sualını aydınlaşdırdın. İnanırsınız xanım nətərdir? Bir kadrın yetişdirilməsi var. Aha. Kadr, bilirsən, kadr elə belə adam kadr ola bilməz ha. Bizdə bir murdar nə tendensiya var. Bu filan kəsin oğuldur, ya rüşvətlə mütləq vəzifəyə gətirirlər. Xanım, onun başı da işləmir. Əxlaqsızlıqdır da amma. Ən böyük əxlaqsızlıqdır. Demək ki, Bu mənim xalam oğuldur, gəl keç başa. Bu mənim qohumumdur, bu gəl keç başa. Dostumdur, gəl keç. Belə şey olmur axı. Kadr yetişdirmək. Siz inanırsınız ki, bizdə həkimlər çox işləmir yazıqlar, nətəri. Yer yoxdur işləmək. Amma gör, bax, bizdə travmatologiya deyirəm. Travmatologiya bütün buradan tutmuş ayağa qədər sümüklərin hamısını bilməlidir, hara-hardadır. Bizdə. Amma xaricdə çəçələ barmağın travmatoloqu ayrıdır. Bunda operasiya eləməyin ayrıca bir həkimi var. Millət olaraq hər şey şunasıq da, yox? Bəli, bəli, hər şey. Yaman. Millət olaraq bu bizim genimizdə var da demək. Ay xanım, genimizdə deyil, elə şey ola bilməz. Mükəmməl bilmək lazım sənət. Bu Azərbaycanda öz sənətini bilən adamlar çox azdır. Sən bilirsən, başıma bir əhvalat gəlib onu sənə danışım. Keçən illəri yayda buradan rayona getmək istəyirəm. Ayın 12-sidir. Onunda Opskaya çıxır. İyul ayının 12-sidir. Elə də istidir yaydı. Kondisioner ödətdim. Biz də gördüm bir zəng gəldi. Salam əleykum əzəlim. Kimsən? Dedi, Rəşid müəllim, siz məni tanımırsınız. Mən sizi yaxşı tanıyıram, sizi çox istəyirəm. Amma mən sizi mütləq bu gün görməliyəm. Aha. Dedim, mən evdəyəm. Gəldi, adresi verdim. Bir nəfər cavan oğlana gəldilər bizə. Çay içdik, çörəkdən yedik ki, cavan gözəl oğlanlardı, söhbət elədi. Deyir, Rəşid müəllim, dünən atamı Semaşqadına xəstəxanaya gətirmişəm, ayağınla. Təzyiqi yüksəkdir, 180 idi. Qoyub getmişəm, səhər gəlmişəm, deyirlər ki, atan ölür. Mən də deyirəm, neynəməsə, bir belə sumkan çıxartıb bu boyda bir bıçağı finski. Mən gedib o həkimi öldürəcəm. Siz mənə məsləhət verin. İcazə almağa gəlib sizə? Yox, məsləhət istəyir, cavan uşaqdır. Dedim, o həkimin telefonunu bilirsəm, dedi, biləm. Zəng elədim, Rəşid müəllim, siz mənim müəllimim olmuşsunuz, leksiya demişsə. Dedim, mən sənə belə leksiya deməmişəm. Filan kəsin vəziyyəti nətər? Dedi, ağırdır. Dedim, hipertoniyalı xəstə sənin yanına gəlibsə, o sənə çatana qədər ölə bilər. Sənin yanına çatıbsa ölməməlidir. Niyə ölür bu? Dedim ki, filan həkim, filan kəslər də çağır. Qoy konsülüm eləsin, onu sağalt. Sağaltmasan, bax, onun oğlu bu saat mənim yanımdadır, əlində də bıçaq səni öldürəcək. Mən sənə predipredit elədim. Bunun nəyin basın olur ki, sağaldın? Sağaldı? Qulağa, saxra qədər qulağa. Bunu dedim o yana. Yanında bir qəşəng oğlan gəldi. Dedim, oğlum, sən nə işin? Mən telefon ustasıyam. Dedim, oğul, telefonların hamısını bilirsən, qəşəng bilirsən, sənətin zadı. Deyir, Rəşid müəllim, vallahi yola verirəm. Getdim, xunadan bu boyda bıçağı götürdüm. Dedim ki, ay oğul, sən gedib o həkimi öldürərsən, mən də bax bunu öldürürəm. Bu öz sənətini yaxşı bilmir, o da öz sənətini. Bir-birimizi qıra-qıra özümüzü yox eləyəcəyik. Bu belədir, xanım. Yola verirlər hamısı. Öz sənətini konkret sənət olmalıdır. Haqlısınız. Ruslar uski spesialist deyirlər, indi uzman adını qoyublar. Uzman hər şeyini bilməlisən. Yoxsa bilmirsənsə sən eləyəməyəcəksən. Rəşid müəllim, çox radikal biraz dəyişiklik olacaq sualımda. Belə bir söz var, qızına döyməyən dizinə döyər. Mən də bir qız anası kimi buna cavab vermək istəyirəm ki, mənə görə indiki dövrdə qızını döyməyən, yox qızına sevgi verməyən, qızını şəxsiyyət kimi böyütməyən, qızına
diplomu yox, cehizi aşılayan dizinə döyəcək fikirləşirəm. Çox düzgün deyirsən. Sizcə indiki boşanmaların səbəbi qızını döyməyən analardır, Yox, yoxsa yox, həyatını yox, seçə yox. bilən gənclər? Yox xanım. Qızı niyə döyərsən? Qızı niyə döyərsən? Evladı da döyərlər Mahir xanım. Amma bu atalar misalıdır Yox, da, Rəşid çox müəllim. naq. O qədər atalar misal Onda atalar özlərinə sərf eləyəni bizə o sırıyıblar. dövr üçün elə idi. Sırıyıblar da analar, Rəşid müəllim. bəli. Analar qızına hər şeyi başa salmalıdır. Mhm, 12 yaşında bu qız cinsi yetişkənliyə çatır. mhm, Menstruasiya başlayacaq. mhm. Düzdür. Bəli, O bəli. qız nə bilir nədir? O kompüter günü kim qorxur? Qabaqcadan anası deməlidir ona. Demir. Menstruasiya haqqında yəni məlumat verməlidir ona. Məlumat verməlidir ona. Aha. Anası sən başa salmasan qızın belədir. Bax bu belədir. Səndə belə qızıq yarana bilər. Hər şeyi ana qızına başa salma. 12 yaşından 18 yaşına qədər qızını sən daima kontrolda saxlamasan. Çünki o cinsi yetişkənlik zamanı hormonlar beynə vurur qızım. Siyan eləyir. O gözü pışıldayır. O gözü Onu- pışıldayana nəzarət eləməlikdir. Yəni hormonlara nəzarət eləməliyik. Yox, hormonlara sən nəzarət eləməzsən. Sən qızım sakit ol, bu belə olur. Normaldır. Bu normaldır, bu belə olacaq, hər şey düzgün qayda qanun sən öyrətməlisən. Analar nə bilirdi özü? Özü bilirdi analar. Hamısı yazıq, savadsız, hamısı çoxu mən kənddə gördüklərimi dedim. Yazıq adamlar əlləri qabar idi işləməkdən. Sovet dövlətinin Həyatda qalmaq üçün. həyatda qalmaq üçün yalnız yemək. Başqa şey heç də yox. Haqlısınız. Çox. Siz onu o dövrü görməmisiniz. Siz o insanlar çox ağır idi. Mən də o dövrdə elə bilirdim. Müəllim çörək yemirdi. Müəllimimizi çox sevirdik. Bizim bir müəllim vardı. And olsa Qələndər müəllim, orta məktəb müəllim, direktorumuz idi. Mhm. Balaca şey idim. Hamısından 5 alırdım. Bax buramdan tutur da deyir, utanmırsınız. Bax bu balaca uşaq hamısından 5 alırsan yekə. O bizim dövrümüzdə də çoxu 10 yaşında, 9 yaşında məktəbə gəlirdi. Məktəb çətin idi. Biz ayrı-ayrı evlərdə oxumuşuq. Bir 2 otaqlı ev olan adamın bir evini arenda götürüblər. Orada məktəb idi. Məktəb zad yox idi o. Yəni yaşamaq uğrunda mübarizə Bəli, yaşamaq uğrunda mübarizə olub. Çox çətin dövrlər olub. Sovet dövlətinin elə bilmə hər indiki dövrü ki. İndi şükür Allaha hər şey var. Rəşid müəllim, o vaxtı məsəl üçün mənim atam da belə şeylər deyirdi. Anamı kiməsə tanış eləyəndə deyirdi ki, üzr istəyirəm, yoldaşımdır. Üzr istəyirəm böyüklərimizdən yoldaşımdır. Mən yetkin bir insan kimi düşünürəm ki, insan nə vaxt üzr istəyir? Ayıb bir şey iş görəndə və ya utanılacaq bir iş görəndə üzr istəyir. Bu mənim inancımdır beynimdəki. Tamamilə doğrudur. Ənənə, milli mentalitet Olar, də olar. sırıyıb ki, həyat yoldaşı müqəddəsdir. Sizə elə gəlmir ki, sizin nəsil iki təzad arasında vurnuxub. Bəli. Bu necə Xanım, açıqlayarsınız? Yox, xanım, bircə şey deyim. Bizim o qədər səhv mentalitetlərimiz var ki, onları